bir startupımız var bizim, Alfinix adında. Orada da CEO vəzifəsində həm də təsisçiyəm. Süni intellekt üzrə həllər verən bir startupımız var. Bunun əvvəl isə həm Beynəlxalq Bankda, həm də xarici şirkətlərdə, hansı ki, Napster, iVoox kimi şirkətlərdə, həm Türkiyədə, Amerikada, İngiltərədə işləmişəm. Hal-hazırda isə dediyim kimi Sabah Hub'da senior backend developer olaraq işləyirəm. Bugün görüşdə nələrdən bəhs eləyəcəyik? IT-dən bəhs eləyəcəyik, IT-nin nədən bəhs elədiyini anlamağa çalışacağıq. IT-nin qısa tarixi xülasəsini görməyə çalışacağıq, bundan bəhs eləyəcəyik. Həmçinin IT-nin əsas istiqamətləri və alt istiqamətləri nələrdir, bunlardan bəhs eləyəcəyik. Nəyə görə hələ də gələcəyin sahəsi olduğunu anlamağa çalışacağıq. IT-nin tətbiq sahələrindən bəhs eləyəcəyik və həmçinin burada ən önəmli hissələrdən biri də məncə bir çoxunuzun gözlədiyi isə tələb olunan bacarıqların nələr olduğundan bəhs eləyəcəyik və ən sonunda da sual-cavab hissəsini, bütün başlıqları keçmirəm, sual-cavab ilə də bütün suallarınızı cavablandırmağa çalışacağım. Hazırda IT-nin nədən bəhs elədiyini məncə burada hər birimiz bilirik. Amma nəyə görə artıq cibimizdəki telefona qədər gəlib çıxıb bunu anlamağa çalışaq. Əslində buna elə tarixindən başlasaq yeridir. Təxminən 20-ci əsrin əvvəllərində, ortalarında IT inkişaf edib. Mən deyərdim ki, 2-ci Dünya müharibəsi ilə bir yerdə IT artıq öz inkişafının çox böyük sürətini orada toplamışdı. Hansı ki, dövlətlər bir-birinə qarşı daha da güclü zərbələr endirmək üçün IT-dən istifadə etməyə başlamışdı. Bir çoxunuz bəlkə bilirsiniz Enigma Machine, Alan Turing'in yaratdığı Enigma Machine, hansı ki, elə mən deyərdim ki, ilk ixtiralardan biridir. Həmçində ilk kompüter proqramçısı bir qadın idi, adı Lovelace. IT öz ixtiralarla və bu qədər istifadə sahələri ilə dayanmadan inkişaf elədi və günü-gündən də öz tempini, inkişaf tempini qat-bə-qat artıraraq bu günümüzə qədər gəlib çatdı. Ümumiyyətlə, IT hal-hazırda məlumatların işlənməyindən artıq bəhs eləyir. IT bu məlumatlarla necə davranacağımızı qərar verdiyimiz, istifadə elədiyimiz toollardan ibarətdir deyərdim. Əsas istiqamətləri isə artıq günümüzdə bu əsas başlıqların alt başlıqları belə öz mütəxəssislərini tələb edən sahələr olub. Əvvəl IT çox keçmiş dövrlərdə artıq IT üzrə bir mütəxəssis tələb olunurdusa, artıq indiki dövrlərdə hər sahə üçün xüsusi bir mütəxəssis tələb olunur. Hansı ki, şəbəkələr və kiber təhlükəsizlik üzrə artıq o sahənin mütəxəssisi olmaq çox önəmlidir. Məsələn, bulut texnologiyalarını nümunə versək, biz cloud engineering deyirik buna. Terminlər bəziləri ingilis dilində olacaq təbii ki. Cloud engineer üzrə bir mütəxəssisin öz sahəsində təcrübə qazanması, öz sahəsində praktika əldə eləməsi illər tələb eləyir və birdən çox layihələrdə iştirak eləməlidir, çox çətin vəziyyətlərdə qalmalıdır, çox çətin vəziyyətlərdə çıxa bilsin öz sahəsində, problemləri həll eləməlidir. Hansı ki, IT mütəxəssisinin elədiyi şey də budur. Problemləri həll eləmək, problemləri öz verdiyi üsullarla, öz təklifləri ilə həll elə bilmək və bunu ən optimal şəkildə eləmək. İndi isə günümüzdə isə süni intellekt və maşın öyrənməsini tez-tez eşidirsiniz. Bu isə günümüzün texnologiyasıdır, amma bir texnologiyanı, bir sahəni, digərini olmadan təsəvvür eləmək mümkün deyil. Süni intellektin özünü belə şəbəkələr, kiber təhlükəsizlik, bulut texnologiyaları və s. olmadan təsəvvür eləmək heç bir mümkün deyil. Və dediyim kimi, bir sahə həmişə digərindən bir asıllıq tələb eləyir və bu şəkildə də əslində bir-birinə bir temp verərək inkişaf elətdirir. Nəyə görə ki, hələ də gələcəyin sahəsidir, bu başlığı belə qoyardım. Çünki mən bu prezentasiyanı, başlıqlarını təklif eləyəndə
bura hələ də nə əlavə eləmək istəyirəm. Çünki mən özüm 2015-ci ildə bu sahəyə ilk addımımı atanda ilk olaraq düşündüm ki, həmin vaxtlarda çox böyük bir rəğbət görmürdü təbii ki. Daha fərqli sahələr, daha böyük rəğbətlər və daha böyük əmək haqqıları var idi. Mən isə sanki bir neçə il əvvəli bilmirəm, o an elə təxmin edirdim yəqin ki, uşaqlıqdan olan bir həvəsim olduğu üçün IT sahəsinə yönəlməyə qərar verdim və Türkiyədə təhsilimi almağa başladım. Və o an bir ilin ərzində mən nə qədər düz qərar verdiyimə bir daha şahid oldum. İndi isə hələ də gələcəyin sahəsidir. Düzdür, böyük bir rəqabət var hal-hazırda bazarda. Yəni, mənim ətrafımda da bu sahəyə hələ də yeni başlayanlar var, amma biraz çəkinərək, qorxaraq yanaşmağa çalışırlar, amma bu məncə çəkiniləsi bir vəziyyət yoxdur burada. Hələ də gələcəyin sahəsidir. Hələ də siz IT-nin daxilində bir alt sahəni seçərək o sahədə mütəxəssisləşməyə başlaya bilərsiniz və bu mütəxəssis adını almaq özü yetərli olacaq ki, sizi digərlərindən fərqləndirsin. Bəli, ciddi bir rəqabət var və dayanmadan bu sahəyə hələ də yeni başlayanlar olur. Bu çox sevindiricidir və bu sahənin dayanmadan yeni trendlərlə inkişaf eləməyi özünü bir daha sübut eləyir ki, IT gələcəyin sahəsidir. Və çox ciddi qlobal iş imkanları var burada, yüksək əmək haqqılar var. Texnologiyanın sürətlə inkişafı elə bərabərində yeni alt sahələr yaratdığı üçün siz artıq o alt sahələrə də yönələ bilirsiniz və o sahələrdə inkişaf elətdirə bilirsiniz, özünüz mütəxəssis ola bilirsiniz və ən önəmlisi mənim də ən çox sevdiyim uzaqdan iş imkanı var ki, mən təxminən 8 ilə yaxın bir təcrübəm var və bu təcrübənin demək olar ki, yarısını uzaqdan işləyərək, remote işləyərək əldə eləmişəm. Remote işləməyin özü özlüyündə bu sadaladığım digər şeylərdən ən böyüyü, ən üstünlüyüdür. Yəni istədiyiniz yerdə istədiyiniz kimi işləyə bilirsiniz. Amma mən bunu belə deyərdim ki, bu həm də hər an işləməlisiniz demək. Yəni uzaqdan işləmək çox gözəl, çox belə pafoslu görünə bilər, amma mən xatırlayıram ki, metroda belə kompüteri açıb, çantamdan çıxarıb kompüteri açıb nəyisə düzəltməyə çalışmışam və yaxud da ki, elə yolda gedərkən, maşınla yolda gedərkən, hansısa bir bölgələrimizə gedərkən, elə çox yaxın müddətlərdə də bu baş verirdi. Bir bölgəmizə səyahət edərkən yolda maşını sağda saxlayıb kompüterdə nəyisə düzəltməyə çalışırdım. Hər hansı bir serverdə bir problem olanda onu birbaşa müdaxilə etməyə çalışırdım. Bu həm də 7/24 işləyə biləcəyiniz mənasına gəlir. Bu sahə çünki ciddi məsuliyyətlər də özündə gətirir. Üstünlüklərlə bərabər bu məsuliyyətləri dərk eləmək də lazımdır. Mən düşünürəm ki, bu sahəyə başlayırıqsa, bu sahədə mütəxəssis olmaq istəyiriksə, məncə bu məsuliyyətləri də ilk öncədən dərk eləmək və bunun fərqində olaraq başlamaq lazımdır. Tətbiq sahələrinə gəldikdə, əvvəlki dövrlərdə mən deyərdim ki, IoT, robot texnikası, mən 2015-də başlayarkən bu sahəyə, IoT və robot texnikası olduqca pik səviyyədəyik. Və IoT, Internet of Things, hansı ki, cihazların bir-birinə əlaqə saxlamağı mənasına gəlir. Müəyyən bir pik səviyyəni qorudu və daha sonra artıq fərqli trendlər girdi və tətbiq sahələri biraz dəyişdi və s. Artıq günümüzdə yenə süni intellektin gəlməyi ilə IoT təkrardan ən pik səviyyəyə çatmağa çalışır, mən deyərdim. Çünki artıq smart homelar, smart şəhərlər, smart yollar, bunlardan bəhs eləməyə başlayırıq və süni intellektlə bərabər robot texnikasını da artıq görürük internetdə, sosial mediada. Çünki IoT olmadan biz süni intellekti təsəvvür eləyə bilməliyik. Sadəcə yazdığımız proqramlardan ekran arxasındakı bir şeydən ibarət ola bilər. Biz onu canlı fiziki bir şeyə çevirmək istəyiriksə, bir
böyük bir şəhər üçün, bir ev üçün, böyük bir ərazi üçün hər hansı bir smart həll düşünürüksə IoT lazımdır. Tətbiq sahələrində isə səhiyyədən, təhsildən, maliyyədən bəhs eləyə bilərik, hansı ki artıq süni intellektin belə, nəinki IT-nin, süni intellektin özlüyündə belə bütün bu sahələrə girdiyini görürük. Artıq kənd təsərrüfatında belə müəyyən IT həlləri tətbiq olunmağa başlayır. Qlobalda biz bunun çox şahid oluruq. Qlobalda hansı ki kənd təsərrüfatı ilə məşhur olan Hollandiyada IT ilə, dronlarla dərmanlamaların olduğunu və yaxud da ki IT cihazlarla torpağın nəm səviyyəsini, IoT cihazlarla torpağın nəm səviyyəsini ölçürüb sulama sistemlərinin avtomatikləşdirilməsi və s. Bu avtomatlaşdırma prosesini tətbiq edən ölkələr var. Artıq bizim ölkəmizdə də bu tətbiq olunmağa başlayıb artıq bir neçə ildir və buna görə də IT-ni təsəvvürünüzə gətirə biləcəyiniz hər yerdə istifadə edilir. Tələb olunan bacarıqlarda, texniki bacarıqlarda təbii ki, proqramlaşdırma dili seçmək lazımdır. Hansı dil ilə başlayacağınıza qərar verməlisiniz. Soft skill dediyimiz şeylər isə biraz daha sizin komanda ilə işləmə bacarığınız, kommunikasiya və problemləri nə dərəcədə necə həll eləməyiniz və stres altında işləməyinizlə bağlıdır. Və bunların ən üstündə mən deyərdim ki, dil bacarığı da, proqramlama dili yox, bir danışıq dili bacarığı da önəmlidir. Əvvəla IT-ni artıq mənim dövrümdə IT, ingilis dili bilmədən IT-də inkişaf etmək çox çətin idi. Artıq günümüzdə ChatGPT ilə istədiyiniz dokumentasiyanı Azərbaycan ilə rahatlıqla çevirib çox təmiz bir şəkildə onu anlaya bilirsiniz. Və yaxud da ki, heç dokumentasiyaya ehtiyac qalmadan ChatGPT-dən soruşaraq bunu öyrənə bilirsiniz, təbii ki. Amma hələ də bu sahədə üstələşmək istəyirsinizsə, ingilis dili bacarığı da paraleldə inkişaf elətdirməli olduğunuz şeylərdən biridir. Yəni, burada ingilis dili, rus dili ki, ən əsas mən başda ingilis dilini tuturam ki, ingilis dili mənbələr daha çoxdur, nəinki Azərbaycan dilində təəssüf ki. Biz təbii ki, özümüz Azərbaycanda müəyyən icmalar, bununla bağlı işlər görürük. Biz çalışırıq ki, müəyyən dokumentasiyalar yarada bilək, müəyyən forum yazıları yarada bilək, blog yazıları yaradaq ki, müəyyən bir sahədə, müəyyən bir alətlə işləyən birisi və yaxud da dillə işləyən birisi qarşılaşdığı bu problemi necə həll edə bilər, bunu necə istifadə edə bilər, Azərbaycan dilində bir mənbə olsun onun üçün. Amma dediyim kimi, ingilis dili burada ən önəmli nüanslardan biridir. Bilmirsinizsə, bu bir problem deyil, dediyim kimi. Amma bir tərəfdən də bunu inkişaf elətdirməyiniz, proqramlama dili ilə bir yerdə ən önəmli hissələrdən biridir. İllərlə bu soft skills mövzusuna da deyəcəm. İllərlə bəlkə də filmlərdə, seriallarda, internetdə, hər yerdə IT-ni və yaxud da ki, bu proqramlaşdırma sahəsini qara kapşonda belə bütün hamıdan uzaqlaşan biri kimi qələmə verirdilər, amma əslində bu belə deyil. Burada ən önəmli şey kommunikasiya bacarığıdır, komanda işidir, biri ilə ünsiyyət qurma bacarığıdır. Çünki siz yazdığınız kodu, yazdığınız proyekti biri ilə bölüşməlisiniz, biri ilə bir yerdə işləməlisiniz. Sıfırdan bir şeyi müəyyən bir yerə qədər quracaqsınız tək başına. Amma bir yerdən sonra artıq komanda ilə bir yerdə işləməlisiniz. Çünki siz əgər bir backend üzrə mütəxəssissinizsə, siz frontenddən bir əməkdaşla da bir yerdə işləməlisiniz. UX UI bir dizaynerlə də bir yerdə işləməlisiniz. Və bunların hamısı ilə ünsiyyət quraraq, şirin dil ilə, mən deyərdim, qarşılıqlı ünsiyyət quraraq, kommunikasiya edərək bir komanda işi göstərmək lazımdır. Çünki çıxarılan layihələr bir nəfərin yox, bütün komandanın layihəsi olur. Ona görə də burada uğur bütün komandanın, məğlubiyyət də bütün komandanın adına olur və komanda olaraq da mübarizə aparmaq lazım olur. Bu sahə bunu dəqiq olaraq tələb edir. Əgər bir şirkətə girib orada işləməyə istəsəz, sizdən ilk intervyuda bu kimi nüanslar soruşulacaq və bunları necə etdiyiniz nümunələrlə əsaslandırılacaq. Problemləri həll eləmək isə mən ən başda dediyim kimi
bir IT mütəxəssis əslində ümumiyyətlə bir mühəndis bir problemi həll eləyəndir. Bunu necə, nə cür, nə qədər vaxtda həll edir? Yəni bu üç başlıq əsasında, bu üç sual əsasında formalaşır bu. Bir problemi müxtəlif cür həll edə bilərsiniz və bu problemi tək başına və ya komanda ilə fərq eləməz həll edə bilərsiniz. Amma bunu nə qədər vaxtda, nə qədər optimal şəkildə həll edirsiniz? Bu həll indi üçün bir həldirmi, yoxsa uzun müddətli olaraq bu həll davamlı bir həldirmi? Bunların hamısına da diqqətlə yanaşmaq lazımdır. Gələcəyin peşələri hissəsində isə mən deyərdim ki, mən ilk universitetə daxil olduğum zaman iki bölüm var idi, iki fakültə var idi. Elektrik elektronik mühəndisliyi və kompüter mühəndisliyi. Mənim gəldiyim vaxtda bu artıq ayrılmışdı. Əvvəl isə elektrik elektronikin altında kompüter mühəndisliyi bir sahə kimi öyrədilirdi. Daha sonra kompüter mühəndisliyi artıq biraz daha böyüdü və iki yerə bölündü. Kompüter mühəndisliyi, sırf mənim universitetimdə, kompüter mühəndisliyi və software mühəndisliyi, yəni software engineer, kompüter engineer və software engineer. Bu ikisi ayrıldıqdan sonra artıq universitetlərdə AI mühəndisliyi deyə bir şey də ortaya çıxdı. Təbii ki, burada mən digərlərini vurğulamadım. Robotika var idi, mexatronika, machine engineering və s. Mexatronika biraz daha robotik mühəndisliyə yaxındır və artıq dediyim kimi universitetlərdə süni intellekt mühəndisliyi, data scientist, data analitika, bu kimi sahələr var. Yəni sırf bu sahə ilə geniş bir başlıq olaraq kompüter mühəndisliyi başlığı altında yox, artıq belə alt başlıqlar olaraq belə universitetlərdə belə tədris imkanları verilir. Ona görə də dediyim kimi bu sahə artıq çox böyüyüb deyə artıq alt başlıqlarda siz mütəxəssisləşməlisiniz, seçməlisiniz birini və belə geniş, general bir mən bu mühəndisəm deyə bilmirsiniz, məcbur bir şəkildə daha alt başlığa fokuslanmalısınız. Azərbaycanda və dünyada isə IT sahəsinin inkişafını mən deyərdim ki, artıq bir sıra strategiyalar var bununla bağlı və ən sonda hətta süni intellekt strategiyası paylaşıldı. Bu strategiyalar bir ölkədə hansı yöndə o sahənin inkişaf edəcəyini qərarlaşdırır əslində və mən özüm də bir startup ekosistemində olduğum üçün startupların da bu sahəyə nə qədər töhfə verdiyini görə bilirəm. Mən özüm ilk başladığım iş bir startupda olub və orada heç bir ödəniş almadan sırf təcrübə əldə etmək üçün başlamışdım və startupda əldə etdiyim təcrübə həyatımın hər yerində tətbiq eləməyə başladım. Və sırf bu startuplar, bir ölkədə qurulan startuplar o ölkənin IT-sinin inkişafına ən böyük töhfə verən entitelərdir, yəni ən böyük töhfə verən qurumlardır deyərdim. Və beləliklə də əslində IT inkişaf edir o ölkədə. Həmçinin təhsil və təlim imkanları burada ən əsas bünövrəni daşıyır. Çünki son zamanlarda artıq görürük ki, sırf təhsil və təlim imkanları ölkəmizdə çox böyük bir həcmə çatıb. Artıq istədiyiniz yerdən, istədiyiniz şəkildə ödənişli və yaxud da təqaüdlü bir şəkildə təhsil, təlim ala bilirsiniz. Artıq mən deyərdim ki, IT-nin yaşı çox sevindirici haldır ki, çox aşağı yaşlara enib. Yəni mənim dövrümdə mənim universitetdə gördüyüm silabus ilə sizin çox üzr istəyirəm, universitetdə yox, məktəbdə gördüyüm silabus ilə sizin məktəbdə gördüyünüz silabus artıq çox fərqlidir. Artıq o qədər şeyə, o qədər bilgiyə çata bilirsiniz ki və bunu anlaya bilirsiniz, bunu dərk edə bilirsiniz. Çünki artıq çox az yaşdan bu sahənin içində doğulursunuz sanki. Buna görə də əslində çox böyük sevindirici bir haldır ki, çox az yaşa qədər enib bu. Və mən deyərdim ki,
artıq ölkəmizdə də, yəni bunu həqiqətən də qürurla demək olar ki, artıq ölkəmizdə də çox yaxşı mütəxəssislər, dünya üzrə səs gətirən mütəxəssislər, IT mühəndislər var və olmağa da davam eləyir. Mən deyərdim ki, IT sahəsində üstünlüklər az öncə də qeyd elədiyim kimi, ilk başda uzaqdan işləmə üstünlüyü gəlir, yüksək əmək haqqları gəlir və müxtəlif alt sahələr sahib olduğu üçün artıq birindən irəliləyə bilirsiniz. Təbii ki, rəqabət çoxdur, rəqabət çox ciddidir, amma mütəxəssis olduqdan sonra artıq o rəqabətlə baş eləyə bilirsiniz. Üstünlüklərlə bağlı da yəni bərabər, eyni ekvivalentdə risklər də var. Yəni bu risklər kiber təhlükələr ola bilər və ya texnologiya asılılığı ola bilər. Yəni artıq telefondan, kompüterdən uzaqlaşa bilmirik. Təbii ki, bu bir asılılıqdır. Amma mən özlüyümdə hər nə qədər çalışsam da, təbii ki, uzaq qala bilmirəm, işim bundan ibarətdir. Amma bir izolyasiya müddətləri özümə ayırıram. Çünki nə qədər texnologiya ilə yaxın olsanız da, özünüzə vaxt ayırıb daha fərqli hobilər əldə eləməlisiniz ki, o biraz bu texnikadan, bu kompüter və telefon kimi avadanlıqlardan biraz uzaq qalasınız ki, beyniniz dincəlsin, bədəniniz dincəlsin. Çünki ciddi bir şəkildə insanda yük yaradır bu. Həmçində kiber təhlükələrdən bəhs eləmək istəyirəm ki, yaradılan hər bir texnologiya, bu bir klişe olacaq ki, heç bir sistem güvənli deyil. Amma hər bir texnologiya, bu həqiqətən də belədir ki, hər bir texnologiya öz bərabərində kiber təhlükələr gətirə bilər. Hər bir yeni innovasiya. Sadəcə bunu düzgün bir şəkildə formalaşdırmaq lazımdır. Yəni süni intellekt belə hal-hazırda özlüyündə ciddi təhlükələr də gətirib bərabərində. Bu daha əvvəl sosial mediada da belə idi. Çox böyük bir arxasında alqoritma var, çox böyük bir IT infrastruktur var, çox ciddi işlər görülüb, amma artıq təhlükəyə çevrilmə hissəsi də mümkün. Yəni bu təbii ki, insanlardan asılıdır, amma bunun üçün də kiber təhlükəsizliyi üzrə mütəxəssislərin də sırf bu sahə üzrə əsas məqsəd də bu təhlükələri aradan qaldırmaq, hansı sistemdirsə, o sistem üzrə minimuma endirməkdir. Mənim bəhs eləyəcəklərim bu qədərdir. Suallarınız varsa, mən suallarınızı cavablandırmaq istərdim. Və yaxud da ki, hər hansı bir başlıq üçün nəsə anlaşılmayan bir hissə olsa, oradan da bəhs eləmək istəyərdim. Hatta var mı sual? Okey. Uğur Yusubovun bir sual var deyəsən. Kim əl qaldırırsa, mikrofonu açıqdır, danışa bilər, sualı verə bilər. Bəli. Əvvəlcə salam hamınıza. Sağ ol. Səsim gəlir? Bəli, gəlir.
Sizə bir sual vermək istəyərdim. Sizcə bir kiber təhlükəsizlikçi, yəni əvvəlcədən yəni necə yetişməlidir və buna bu yaşdan misal üçün nələrə başlamalıdır? Bu yaşdan etibarən əvvəlcə mən görürəm ki, bu sahədə ciddi bir şəkildə mən bu sahədə deyiləm, düzü. Mən kiber təhlükəsizliyi üzrə işləmirəm, amma cyber security hər necə də olsa işimizin içinə daxil olur. Çünki mən bir backend developer olaraq sistemi maksimum şəkildə güvənli yazmalıyam. Etibarlı bir şəkildə datalarım mənim çölə çıxmamalıdır. Pis niyyətli insanlar mənim sistemimə daxil olmamalıdır. Mən düşünürəm ki, kiber təhlükəsizliyə başlamaq ilk olaraq operating sistemi dəyişdirməklə başlayır. Çünki bilirsiniz ki, kiber təhlükəsizlikdə istifadə ediləcəyiniz operating sistem çox da Windows deyil. Kali Linux'dur və digər Linux distrolardır ki, başda Kali Linux gəlir. Operating sistemi dəyişdirdikdən sonra artıq toolları və s. əlinə çatır. Amma burada digər ən önəmli hissə network'ı öyrənməkdir. Cyber security'də internetin necə işlədiyini bilməkdir. Çünki bütün məlumatlar internet vasitəsilə ötürülür. Daha sonra web texnologiyalarını və mobil texnologiyalarının arxa planını öyrənmək. Web texnologiyalarının ki, burada ən böyük hissə networkdən sonra web texnologiyalarına gəlir ki, bir-birinə əlaqəlidirlər. Web texnologiyalarının arxa planını öyrənmək sizə bu məlumatı verəcək ki, siz internetin necə işlədiyindən daha çox artıq məlumatın A serverindən B serverinə necə ötürüldüyünü, insanın bir proqram təminatı ilə necə ünsiyyət qurduğunu, proqram təminatları vasitəsilə bunların hamısını anlamış olacaqsınız. Ona görə ilk dediyim kimi operating sistemi dəyişdirmək, təbii ki, operating sistemi dəyişdirmək, Linux'a keçmək o demək deyil ki, Linux'a keçdim, artıq Linux işlədirəm, yox. Orada Linux'un command line-ını da bilmək lazım. Yəni o komandları yazmaq, o komandlar nə üçün istifadə olunur. Artıq UI olmadan, o qrafik interfeys olmadan siz qara bir terminalda müəyyən ən sadə halı ilə belə deyim ki, müəyyən qovluğa daxil olub, qovluqdan çıxıb, qovluqları, faylları görə bilib, belə-belə xırda-xırda başlamaq lazımdır. Kiçik-kiçik başlamaq lazımdır. Birdən-birə xaosun içərisinə girməmək lazımdır. Çünki hər şey kiçik addımlarla başlayır. Beləliklə, bu sadaladığım 3 başlıq altında irəliləmə əldə eləsə, sırasıyla və ya istədiyiniz sırayla hansı sizə cəlbedici gəlirsə, artıq o zaman görəcəksiniz ki, bu sahənin içərisindəsiniz artıq. Başqa sual olan varsa, əl qaldıranlardan mikrofonu aça bilər. Yəqin ki, biz kiber təhlükəsizliyi və sairə misal üçün digər sahələr üçün, yəni informatika, IT üzrə olan sahələr üçün kodlaşdırmanı, proqramlaşdırmanı əvvəlcədən biz bilməliyik. Doğrudur? Və bunu necə öyrənəcəksiniz? Aha. Bunu necə öyrənəcəksiniz? Əslində, necə öyrənmək tamamilə sizə qalır. Çünki çox vasitə var. Son sualdan başlayayım. Necə öyrənmək? Çox vasitə var. İnternetdən istədiyiniz yerdən öyrənə bilərsiniz. Müəyyən bununla bağlı kurslar ola bilər. Öyrənmək tamamilə sizə qalır. Mən ilk olaraq deyərdim ki, nəyi öyrənirsinizsə, onun öz dokumentasiyasından öyrənməyiniz ən düzgünüdür. Amma dokumentasiyalar çətin ola bilər. Buna görə də bir vasitəçi sizə o dokumentasiyanı izah eləməlidir. Bunu necə elədiyini izah eləməlidir. Amma təkrardan gəlib çıxacağınız yer o proqramlaşdırma dilinin öz dokumentasiyasıdır. Proqramlaşdırma dilləri lazımdırmı? Bəli, 100% lazımdır. Çünki kiber təhlükəsizlikdə yazacağınız o toollar ki var, müəyyən işləri icra eləyəcək kiçik skriptlər, bunları bir dillə yazmalısınız. Bu dil Python dili ola bilər, bu dil C++, Java, istədiyiniz JavaScript və s. bunlardan
hər hansı biri ola bilər və yaxud da ki, ən çox istifadə olunan hansı ki, sırf Linux ekosistemində shell skriptlərdir, bash skriptlər. Bunları necə yazıldığını və s. Bilməlisiniz. Hansı ki, Linux əməliyyat sistemində arxada baş verən əməliyyatların hamısı bash skriptdə baş verir. Və beləliklə siz bunlardan birinə yönəldikdən sonra artıq digərlərinə də keçməyiniz rahatlaşacaq. Əgər dil bariyerinizdə yoxdursa, dediyim kimi, birbaşa dokumentasiyalardan, proqram dilinin öz dokumentasiyasından da başlaya bilərsiniz. Salam Orxan bəy, axşamınız xeyir. Salam. Hər kəsi salamlayıram. İlk öncə özümü təqdim eləmək istəyirəm. Adım Sevdal, Texnika şirkətinin əməkdaşı olaraq fəaliyyət göstərirəm. Buradakı iştirak edən hər kəsə təşəkkür edirəm. Bir də əlavəm var idi ki, hal-hazırda sual-cavab sessiyasında kim ki iştirakçılardan səsli olaraq lobisi mikrofonu açıb sualını verə bilmirsə, chat bölməsində də sualınızı qeyd edə bilərsiniz. Əgər çəkinirsinizsə, lobisin mikrofonu aça bilmirsinizsə. Teşekkürler. Çok sağ olun Sevda Hanım. Yes. Chat'ta yazanlar başladı. Güzel. Evet. Ümumi bu prezentasiyadan əlavə belə bir şey qeyd eləmək istəyirəm ki, mən bu sahəyə ilk yönələndə mənim yol göstərənim yox idi. Buna görə də səhvlər eləyərək öyrənirdim. Düzdür, səhvdən öyrənilən məlumat daha yadda qalan olur, amma bu tamamilə vaxt itkisi də ola bilir bəzən. Ona görə mən istəyərdim ki, siz maksimum suallarınıza verəsiniz ki, bu indi burada da ola bilər. Daha sonra mən öz əlaqə məlumatlarımı da bölüşərlər. İstədiyiniz kimi mənimlə də əlaqə saxlaya bilərsiniz. Çünki bu sahədə istəmərəm ki, mənim elədiyim və vaxt itkisinə mənim üçün səbəb olan səhvləri başqaları eləsin. Nə qədər əlimdən gəlsə də bunun üçün də köməklik eləməyə çalışaram. Aysu xanım yazıb, sayt yazarkən təhlükəsizlik baxımından nəyə diqqət edə bilərik? Burada əsas hissə bundan ibarətdir ki, saytın hansı hissəsini yazırım? Ön tərəfini mi yazırıq, arxa tərəf? Mən arxa tərəfi üçün müəyyən qeydlər eləyim. Burada API artıq təbii ki, monolit olaraq çox da bu yoxdur. Artıq maksimum çalışılır ki, mikroservis arxitekturasında. Mən bu başlıqları verirəm ki, siz bu sözləri qeyd eləyəsiniz, daha sonra araşdırasınız nə olduğunu falan anlamağa çalışasınız. Hal-hazırda API təhlükəsizliyi başlığı altında bir araşdırma eləyə bilərsiniz. Məsələn, deyək ki, backend yazırsınız və öz yazdığınız API-ları nə dərəcədə təhlükəsiz eləyə bilərsiniz. Burada, məsələn, qeydiyyat və login hissəsində nələri istifadə eləyə bilərsiniz. Burada müəyyən yanaşmalar var. Mən indi chat'a da yazacağım. JWT var, məsələn, JSON Web Tokenlar və yaxud da OAuth 2.0 var, məsələn. Bu texnologiyalar, əslində bunlar bir protokoldur, bunlar bir yanaşmadır və bütün proqramlama dilləri, bütün web üzrə frameworklar bunları dəstəkləyir. Əslində arxada bir yanaşma var. Yəni, o yanaşmanın ardıcıllığına tətbiq edilir. Məsələn, ilk başlanılan yer buradır. Təbii ki, fərqli authentication və authorization yanaşmaları da var. Bunlar basic authentication ola bilər, API key token ola bilər və s. Belə yanaşmalar da var. Amma ən çox istifadə olunan yanaşmalar bunlardır. Və bunlar da əslində GWT istifadə elədiyiniz bütün web saytlarda mövcuddur. Məsələn, girirsiniz sayta, bir müddət heç nə eləmirsiniz və sizi saytdan atır. Deyir ki, sizin sessiyanızın müddəti bitdi. Bunun müddətinin bitdiyinə qərar verən o JSON Web Token'dır.
bir tokendır, anlaşılmaz bir şəkildə bir yazıdan ibarətdir, tamamilə enkod olunmuş bir şeydir və onu tərsə çevirəndə, hansı ki öz alqoritması ilə tərsə çevirəndə, orada müəyyən məlumatlar çıxır. Siz kimsiniz, hansı username ilə daxil olmusunuz, nə vaxt daxil olmusunuz və s. Bu kimi məlumatlar, istədiyimiz qədər məlumat əlavə edə bilərik. Və bu token oxunmaz bir haldadır. Amma bunu dekod eləyəndə biz artıq onu oxuya biləcəyimiz halda, bunu da sistem dekod eləyə bilir və sizin nə qədər müddət sessiyanızın olmalı olduğuna o qərar verir. Yeni texnologiyanın arxasında necə proses baş verir, alqoritma necə irəliləyir, bunu özünüz araşdırmağınızı tövsiyə edirəm ki, biraz daha sizə maraq cəlb eləsin. Ümid edirəm cavabladım. Əsas API hissələrinə fokuslansaz, mən deyərdim ki, sualın cavabıdır. Mənim sualım odur ki, proqramlaşdırma dillərindən ilk hansını öyrənməliyik? Əsas hansı sahəyə yönələcəyinizə qərar verməlisiniz. Mənim ilk başladığım proqramlaşdırma dili C olub. Daha sonra mən Java öyrənmişəm və daha sonra C++. Ondan sonra artıq Java, C# və daha sonra da Python. Paraleldə də təbii ki JavaScript. Mən frontend çox yazmamışam, amma lazım olduğu qədər yazmışam. Buna görə də JavaScript-də istifadə eləmişəm. Amma hal-hazırda ən çox istifadə elədiyim Python-dır və Python proqramlaşdırma dilini çox rahat öyrənə bilirsiniz. Demək olar ki, danışıq dilinə mən deyərdim ki, çox rahat yaxındır və rahatdır onu öyrənmək. Amma əgər frontend öyrənəcəksinizsə, siz deyirsinizsə ki, bir veb saytı mən görünüş, vizualını mən inkişaf elətdirmək istəyirəm, o zaman artıq JavaScript-də başqa alternativ olmadan JavaScript-də yönəlməlisiniz. Backend-də isə təbii ki, Java-ya da yönələ bilərsiniz. Hansı ki web üzrə inkişaf elətdirmək istəyirsinizsə özünüzü, süni intellekt üzrə, data analitika üzrə özünüzü inkişaf elətdirmək istəyirsinizsə Python alternativsizdir. Müəyyən alternativlər var, amma daha çox alətin olduğu yer Python'dır. Bundan əlavə, təbii ki, backend texnologiyalarında C#, Java, bunları da öyrənməyiniz mümkündür. Dediyim kimi, əsas qərar verməlisiniz, hansı sahəyə yönələcəksiniz. Bayaqki kiber təhlükəsizliyi ilə bağlı isə, mən deyərdim ki, shell skriptləri bilmək vacibdir. Ondan sonra artıq Python öyrənmək olar, digər dilləri öyrənmək olar. DDoS hücumlarına qarşı qorunmaq, məsələn, bu əslində belə birbaşa sizin yazdığınız kodla əlaqədar deyil, bu sizin istifadə elədiyiniz toollarla da əlaqədar ola bilir. Məsələn, ən çox istifadə olunan DDoS-a qarşı müdafiə sistemləri Cloudflare var məsələn, ki biz də öz saytlarımıza inteqrasiya edirik ki, potential DDoS ataklarına qarşı o hücumların qarşısını alsın müəyyən miqdarda. Bu necə işləyir? Birinci bunu nümunələndirmək istəyirəm. Məsələn, siz müəyyən bir IP restriction əlavə edə bilirsiniz, müəyyən qədər. Ölkə based əlavə edə bilirsiniz ki, bu ölkədən gələn requestləri qəbul eləmə və s. bu kimi limitlər, restrictionlar əlavə edə bilirsiniz, qısıtlamalar əlavə edə bilirsiniz. VPN, firewall, IP sistemlər necə işləyir? Firewalllar, əslində firewallları mən bunları belə daha çox texniki yox, biraz daha anlaşıla bilən tərzdə izah eləmək istəyirəm. Firewalllar əslində bu dəqiqə bizim internetə çıxışımız zamanı birdən çox mərhələdə var. Bizim Wi-Fi-imizin firewallları var,
biz getdiyimiz, müraciət elədiyimiz serverimizin öz firewall var və s. Və bu firewalllar əslində sırf bu təhlükəsizliyi qorumaq üçün təmin olunan divardır. Və burada da əslində kimin keçib, kimin keçməyəcəyinə, hansı müraciətin keçib, hansının keçməyəcəyinə də qərar verən divar oradır. VPN-lər isə necə işləyir? VPN sizin virtual olaraq başqa bir yerdə olduğunuzu göstərir. Məsələn, deyək ki, bir VPN-iniz var və bu VPN sizin müraciətinizi yönləndirir. Aradakı bir virtual bir sizsiz, belə deyim. Deyək ki, siz VPN qoşmusunuz və VPN-in origini məsələn Amerikadır. Siz girmək istəyirsiniz, deyək ki, Facebook'a. VPN qoşduğunuz VPN birinci sizi aparır Amerikaya, sizin müraciətinizi aparır Amerikaya və daha sonra Amerikadan yönləndirir həmin sayta, Facebook'a, Instagram'a və yaxud da ki, Microsoft Teams'a. Və VPN vasitəsilə əslində o sayt baxır ki, bu hardan gəlib? Baxır ki, Amerikadan gəlib. Çünki ondan əvvəlinə görə bilmir. Ondan əvvəl harda olduğu görə bilmir. Birbaşa Amerikanı görə bilir. Çünki ona gələn müraciət Amerikadan gəlir. Mən arada 5 dənə yerə gedib də getsəm, ən son hardan o müraciət çıxıb gedib o sayta çatırsa, onu görür. Wi-Fi şəbəkələrdə ən çox rast gəlinən təhlükəsizlik zəiflikləri hansılardır? Təbii ki, burada mən deyərdim ki, bu sahənin çox ciddi mütəxəssisi deyiləm mən, amma təbii ki, Wi-Fi şəbəkələrdə əsas rast gəlinən, ümumiyyətlə tövsiyə olunan şeylər ki, mən öz evimdə də Wi-Fi-yə maksimum çalışıram ki, SSID-sini gizlədim, daha sonra onun parolunu maksimum şəkildə çətin təxmin edilə bilən bir şey edeyim. Burada alfanümerik və simvollardan istifadə edeyim və qarışıq bir şey olsun. Bundan əlavə Wi-Fi-mı 2 cür bölürəm mən. 5 GHz və 5 GHz olaraq 2 yerə bölürəm və evimə gələn qonaqları müəyyən bir hissəyə yönləndirirəm, digərlərini isə başqa hissəyə yönləndirirəm. Və çalışıram ki, mütəmadi olaraq Wi-Fi-mi kontrol edeyim. Gələn hər hansı bir müraciət çoxluğu varsa, bu onsuz da mənə görsənir bir dashboardda və bunları analiz edeyim. Beləliklə, əslində, biraz daha öz tərəfinizdə müəyyən təhlükəsizlik önəmləri almış olursunuz. Amma burada sırf potensial olaraq, təhlükələr olaraq nələri görə bilərik? Mən deyərdim ki, buna Pineapple deyirlər, səhv eləmirəmsə, hansı ki, sizin virtual olaraq Wi-Fi-nizi təqlid eləyir. Deyək ki, getmişsiniz bir sərgiyə, böyük bir konferansda və oranın bir lokal internetini işlədirsiniz. Və həmin internet parolsuzdur. Beləliklə, bu o deməkdir ki, bütün hamı bu internetə girə bilər, əgər müəyyən təhlükəsizlik önəmləri alınmayıbsa. Və hamının girə bildiyi yerlərdə mən qətiyyən tövsiyə eləmərəm ki, bu fərdi olaraq aldığımız, əslində bunu fərdi olaraq aldığımız önləm kimi düşünün. Mən tövsiyə eləmərəm ki, bank tətbiqlərinizə girəsiniz, əgər hər kəsə açıq bir internetdirsə, parolsuz bir şəkildə hamı daxil ola bilirsə. Mən tövsiyə eləmərəm ki, sosial medialarınıza girəsiniz, e-maillərinizə girəsiniz. Çünki potensial olaraq bu məlumatın ora açmaq. Və bu hər nə qədər bu kimi yerlərdə görünsə də, əslində biraz da bu Pineapple-ı nəyə nümunə verəcəm? Belə bir Wi-Fi məsələn, deyək ki, hər girdiyiniz bir böyük bir sistem, bir ərazidir və burada böyük bir konferans gedir və konferansda da birdən çox
Wi-Fi meshlər var. Bura arada Pineapple-lar yerləşdirirlər. Pineapple yəni Pineapple Wi-Fi-lar, yəni ananas Wi-Fi-lar deyirlər ona. O digər Wi-Fi təqlid eləyir. Yəni əslində Wi-Fi-ın adı ABC bir Wi-Fi təsəvvür edin. Bənzər həmin tərzdə bir Wi-Fi-dir. Yəni siz internetdən Wi-Fi şəbəkəni açanda görürsünüz ki, eynisi var və ona daxil olmağa çalışırsınız və parolsuzdur. Daxil olursunuz və siz artıq onun vasitəsilə başqa internetə gedib çıxa bilirsiniz. Amma siz əslində bütün məlumatlarınızı ora açaraq çıxırsınız. Və belə potensial təhlükələrdə Wi-Fi sistemlərində, Wi-Fi şəbəkələrdə rast gəlinən təhlükələrdir. Buna qarşı da dediyim kimi önləmləri ala bilərsiniz. Çox sağ olun Orxan bəy. Mənim bir dənə də sualım var. Vermək istədiyim. Düzdür, bilirəm bu haqda biraz danışmısınız bayaq, hətta daha ətraflı sahələrlə bağlı da danışdınız. Lakin düşünək ki, mən 9-cu sinif şagirdiyəm və növbəti il IT siniflərə qəbul olma imkanım var. Lakin biraz da proqramlaşdırmaya marağım da var. Əmin deyiləm hələ ki, bu nədir? Ümumiyyətlə heç bir sahə ilə bağlı məlumatım yoxdur. Və sizcə, bilirəm ki, bu proqramda da Python-la bağlı dərslər keçirilir. Əsasən JavaScript Web Development-la da bağlı keçiriləcək, amma əsas Python-da. Sizcə mənim 10-cu sinifdə bu kursa başlamağım, bu IT siniflərdə iştirakım mənə buna kömək edə bilərmi? Sizcə Python-la başlamağa ehtiyac varmı? Ümumiyyətlə, bu anlayışım olsun deyə mən nə etməliyəm? Okey. Birinci, təbii ki, hansı sahəyə yönələcəyimiz, bayaq dediyim kimi, hansı sahəyə yönələcəyimizə qərar vermək lazımdır. Əgər süni intellekt, data analitikası, yenə web texnologiyaları da ola bilər, Python əlverişli üsul. Yəni, bir proqramlama dili olaraq onu istifadə eləməyimiz mümkün. Amma sırf web üzrə nəsə eləmək istəyirsinizsə, HTML, CSS, JavaScript ardıcıllığını bilməlisiniz. Hansı ki, web front-enddə alternativsizdir. Və beləliklə də siz əslində qərar verəcəyiniz yerlə seçəcəyiniz proqramlama dilini bilmiş olursunuz. Və burada da mən deyərdim ki, yaş həqiqətən çox az yaşlara qədər enib, artıq mən deyərdim ki, ibtidai siniflərdə Scratch, algoritma və s. öyrədildiyi üçün artıq orta siniflərdə çox rahatlıqla bir proqramlama dili öyrənmək olur. Və bu əslində ən gözəl vaxt. Mən universitetdə başlamışam və indiki gəncləri görəndə, az yaşlıları görəndə deyirəm ki, çox şanslıdırlar və əslində çox gec olmadan da başlamaq lazımdır. Nə qədər tez başlasaz, o qədər tez oyunun içine daxil olursunuz və mübarizə aparmağa başlayırsınız. Mən deyərdim ki, ən gözəl vaxt. Təşəkkür edirəm. Buyurun. Suallarınız yoxdursa, əslində timingdən bir sual da var. İstəyirsiniz, ondan sonra da yekunlaşa bilərik. Okey, bunlar çox spesifik olaraq enə bilməyəcəm bunların hamısına. Çünki uzunca danışmaq lazımdır bunlar haqqında. Amma məsələn, tool nədir deyəndə əslində sizin bir işinizi görən bir alətdir. Elə tərcüməsi də alətdir. Məsələn, deyək ki, sadə bir tool yazmışsınız. Sırf bu sahəyə nümunə verim. Sizin network-ünüzdə olan şəxslərin IP-lərini sizə verir. Məsələn, bu bir tool. Tor və ya VPN ən yaxşısı hansıdır? Təbii ki, burada məqsəd önəmlidir. Mən ümid edirəm ki, yaxşı məqsədlərlə istifadə olunur. Tor birdən çox nod üzrə getdiyi üçün o sizin internetinizi, sizin origininizi, hansı IP-dən çıxmışsınızsa, bunu əl çatılmaz edir. Çünki bayaq izah elədiyim nümunədə, VPN nümunəsində siz
Azərbaycandan Amerikaya, Amerikadan daha sonra o həmin veb sayta gedirsiniz. Amma Tor nümunəsində isə bu o qədər fərqli nöqtələrə gedir ki və qarışıq bir şəkildə, xaotik bir şəkildə, düzdür bir sıralaması var təbii ki bunun, amma geri dönülməz bir sıralamadır da. Ona görə gələn orijini təxmin eləmək heç cür mümkün deyil. Penetrasiya testləri, mərhələləri, yəqin ki, penetrasiya testlərinin hansı ki, bu pentest dedik buna, nə üçün istifadə olunduğunu bilirsiniz. Mərhələlərindən ensək biraz uzun çəkəcək. Digər alətlərin istifadə olunmağı ilə bağlı da. Bunun mənə elə şəxsi ünvanlayım, mən onun hamısını cavablandırım, ətraflı olaraq da izah edeyim, maraton. Amma yəni dediyim kimi biraz uzun çəkəcək bu hissələri izah eləmək. Amma əlaqə məlumatlarımı bölüşərsiz zəhmət olmasa, kim verib sualı? Elmin Əhmədov. Mənə verərsiz. Əla. Çox spesifik suallar idi məncə. Hər bir sual spesifik idi. Maşallah deyəcəm. Və çox sağ olun Orxan bəy, bugünkü webinara görə, suallar cavablandırdığınıza görə çox təşəkkür edirəm iştirakınıza görə. Bundan sonra bizim rəqəmsal bacarıqların təlimçisi ilə, Talib bəylə bir sual-cavab sessiyası olacaq. İmtahanla bağlı düşə biləcək mövzular və s. bununla bağlı sual-cavab sessiyası olacaq. İstəsəniz qulaq asa bilərsiniz. Sadəcə ona görə intro elədim. Bir daha təşəkkür edirəm. Minnətdaram. Mən təşəkkür edirəm. Çox sağ olun. Və inanıram ki, faydalı oldu. Uşaqlar üçün də çox faydalı oldu. Mən sadəcə son bir hissəni vurğulayıb sağollaşacağam. Çox qala bilməyəcəm. Ümumiyyətlə, belə gördüyüm ən çox şeylərdən biri, indi burada çoxlu sual gəldiyi üçün mən çox sevindim əslində. Ən gördüyüm ən böyük problemlərdən biri sual verməməkdir. Mən hər birinizdə ayrı-ayrılıqla xahiş edirəm ki, bilmədiyiniz şey üçün heç vaxt çəkinməyin, çalışın sual verin. Sual verdikcə öyrənirik və bu əslində bizim nəsə bilmədiyimiz mənasına gəlmir. Bu əslində biraz da bizim nəyə öyrənmək istədiyimiz mənasına gəlir. Buna görə də maksimum sual verin və sualınızın cavabını sona qədər almağa çalışın. Mənə də suallarınız olsa, mənimlə istədiyiniz kanaldan əlaqə saxlaya bilərsiniz. Bütün suallarınızı cavablandıracağım. Çox sağ olun, minnətdaram bir daha. Çox təşəkkür edirəm. Sağ olun, görüşəndək. Görüşəndək. Sağ olun.